Hər kəsə salamlar. Mən Nuray, Almaniyada yaşayıram. Avropada magistratura təhsilimi alıram. Məzun olmağıma çox az qalıb. 23 yaşındayam. Bu kanalda bildiklərimi və hələ də bu yaşımda öyrəndiklərimi, öyrənməyə davam etdiklərimi paylaşıram. Azadlıq deyəndə bizim ağlımıza nə gəlir? Əslində də düşünürük ki, hər şeyi də bilmək qabiliyyəti deməkdir. Yəni hər şeyi də bilərik. İstədiyimiz hər şey ola bilər. Xeyr, yəni azadlıq əslində istəmədiklərimizə yox deyə bilmək və ən önəmlisi etdiklərimizin nəticəsini çıxarıb onların məsuliyyətini daşıya bilməkdir. Xüsusilə də 20'li yaşlarda, 20'li yaşların başlarında azadlığının olması, bunu əldə edə bilmək çətin olur və əldə etdikdən sonra da onun nə olduğunu anlamağa çalışmaq da çətin olur. Hətta çox gülməli olsa da notlarda götürmüşəm bu arada. Notlarda bir şeylər yazmışam. Sözbəsöz yazmışam sadəcə, yəni klassik. 20'li yaşlarda təbii ki, ən böyük azadlıq nə ola bilər? Ekonomik azadlıq. Yəni istəyir tələbi olun, aldığınız təqaüdlə dolanın, istəyir çox adi bir işdə işləyin, kasser işləyin və ya hansısa bir şirkətdə təcrübəçi işləyin. Fərqi yoxdur. Əsas odur ki, sizin özünüzə aid 5 manat da olsa pulunuzun olmasıdır. Çünki ekonomik azadlıq insana özgüvənlə yanaşı, həqiqətən sözünü deyə bilməyə azadlığı, kimdənsə asılı olmamaq azadlığı verir. Yəni mən burada əsla və əsla nəyisə təbliğ etmirəm ki, pulunuzu qazanan kimi çıxın, gedin, istədiyiniz həyatı yaşayın. Yox. Düşünürəm ki, bu həyatda hər şey limiti və sərhədi var. Bunlar ayrı bir mövzular da olsa, sadəcə olaraq, xüsusilə bir qız olaraq, qadın olaraq ekonomik azadlığın olması, kimlərdənsə asılı olmamaq, elə onu deyərdim ki, ən böyük xoşbəxtlikdir. Azadlığın ən birinci addımıdır. Və ekonomik azadlığın özündə gətirdiyi başqa nüanslar da var. Yəni sizin öz sözünüzü deyə bilmək, özünüzə olan güvən, həyatınızda hər şeyin qərarını verə bilirsiniz. Hobbilərinizin olmasına qərar verə bilirsiniz. Təhsilinizdə bir çox şeylərə qərar verə bilirsiniz. Çünki özünüzə investisiya qoya biləcək pulunuz olur. Az olsa, çox da olsa. Eynilə geyiminizdə, yeməyinizdə, bunlar çox adi nöqtələr də olsa, inanın ki, həqiqətən təsir edir. Bəs deyək ki, ekonomik azadlığımız yoxdur. Biz bunu necə qovuşa bilərik? Dediyim kimi, təhsil yolundan qovuşa bilərsiniz. Əgər təqaüd almırsınızsa, bir şəkildə dərslərinizi yaxşı oxuyub təqaüdə düşə bilərsiniz və yaxud da ki, təcrübələrə müraciət edə bilərsiniz və yaxud da ən adi işlərə belə müraciət edə bilərsiniz ki, ən azından sıfırdan belə başlasa sizin özünüzün maddi gəlirinizin olması nəyə desəz dəyər. Özüm hal-hazırda Avropada təhsil alırkən təqaüd alıram və aldığım təqaüd mənə o qədər bəs edir ki, ailəmdən pul almıram, heç bir şəkildə pul almıram. Çox təcili bir məsələ olmursa, hər şeyimi özüm ödəyirəm. Və bunun özü insana o qədər böyük özgüvən verir ki, və bilirəm ki, nəsə bir problem çıxsa və yaxud da ki, istədiyim nəsə bir şey olsa, gəzmək istəyəcəyim, səyahət etmək istəyəcəyim bir yer varsa, özüm onu həll edə bilirəm. Və hətta ekonomik azadlıq insana pul yığa bilmək təfəkkürünü də gətirir. Ən azından insanda o məsuliyyət də gəlir ki, okey, mənim özümün gəlirim var, mən pul da yığa bilərəm, bu yığdığım pulla bir şeylər edə bilərəm. Yəni insan əslində xırda pul yığmağa qərar verə bilir, yığdığı pulla bir şeylər etməyə qərar verə bilir. Yəni bu qərar azadlığını da özündə gətirir. Qərar azadlığına gəlmişkən hansı azadlıqdan danışaq? Təbii ki, öz qərarlarını verə bilmək. Buna hər şey daxildir. İstəyir işləmək istəyəcəyiniz bir sahə ola bilər, əldə etmək istəyəcəyiniz hobbi, işinizi dəyişmək istəyirsinizsə o yeni bir işə qərar verə bilmək, dostlar seçimi, yəni həyatınızdakı şəxsin seçimi, yəni bu azadlıqların olması da 20'li yaşlarda xüsusən həm çətin, həm də əldə etdikdən sonra ən önəmli şeylərdən biridir. Hələ özüm düzdür, bunu tam bacara bilirəmmi? Yavaş-yavaş hə, deyə düşünürəm. Bilirəm, geri qalan da yaxşı olar. Sadəcə olaraq özünün qərarlarını verə bilmək azadlığı insana çatanda, insan o dərk etməyə başlayanda biraz qorxursan ki, okey, bu qərarı verdim, məsuliyyətini də özüm almalıyam. Çünki bu qərarı aldıqdan sonra səhv bir qərar olsa belə bu məsələdə kimisə üstünə yıxa bilmərəm. Amma az öncə videonun başında dediyim kimi də elə ən böyük azadlıq o deməkdir ki, sən bu aldığın qərarın nəticəsinin məsuliyyətini götürə bilirsən. Və bu məsuliyyəti dərk eləyə bilməyin özü də möhtəşəm bir şeydir ki, sən artıq özündə inkişaf görürsən, nələri niyə etdiyini dərk edə bilirsən və bu dərk etmə prosesi də çox vacibdir. Özüm dərk edirəmmi? Çox vaxtlar hə, dərk etmədiyim anlar olur, amma nəticəsini görəndə də dərk etdiyim anlar olur. Ona görə düşünürəm ki, hələ ki səhv yolda getmirəm. Gedirəmsə də səhvlərdən düz
səhvlərdən düz mesaj çıxara bilmək də ən böyük ərdəmlikdir, türklər demiş. Yəni bu öz qərarlarını vermək də önəmli bir məsələdir ki, 20 yaşlarda qızlar üçün xüsusilə. İndi öz qərarlarını vermək deyəndə ağlımıza nə gələ bilər? Bayaq o dediyim hobbilərdən, işlərdən savayı, məsələn, ən xırda bir şey. Yediyin yeməyə qərar vermək, hansı yeməyi istədiyini. Məsələn, çünki evdəsən, ailə ilə yaşayırsan, deyək ki, bozbaş bişir və anan deyir ki, yeməlisən bunu. Amma sən məsəl üçün qərar vermisən ki, bugün diyetaya başlayıram və yaxud da ki, bugündən sağlam qidaya başlayıram və yaxud da ki, bugün məsəl üçün bozbaş yemək istəmirəm. Fərqli bir şey istəyirəm. Çox vaxt biz düşünürük ki, indi balaca vaxt ona deyirik ki, nə ərköyün uşaqdır, onu yemir, bunu yemir. Özüm də evdə böyümüşəm ki, ərköyün böyüməmişik, yəni çox da. Nə pişibsə onu yemişik. Amma insan biraz böyüdükcə bunun qərarını verə bilmək gözəl bir şeydir. Xüsusilə tək yaşamağa başlayanda mən ən belə tək yaşamağa başladığım 21 yaşından etibarən tək yaşayıram. İlk dəfə 18 yaşımda tək yaşamağa başlamışdım. Gəncəyə köçmüşdüm. Gəncədə təhsil aldığım üçün o da sadəcə 1 il Gəncədə yataqxanada qaldım. Sonra 3 ay Almaniyada Erasmusdan qalmışdım. Yəni oradan təcrübələrim olsa da əsl tək yaşamağa başladığım bu 21 yaşımda magistratura üçün xaricə köçəndə oldu və düşünün, mən artıq öz yeməyimə özüm qərar verirdim. Yəni nə mənada? Görürdüm ki, məsələn, mən əvvəllər brokoli yemirdim. Hətta ki, bir çox tərəvəzləri yemirdim yeməkdə. Elə sıradan birimiz dədə-baba yeməklərini yeyirdim. Sonra köçdükdən sonra məsəl üçün market alış-verişimi özüm etməyə başladım. Hardasa yaşadığımın üstündən bir 5-6 ay keçirdi ki, o ərəfələrdə fərqli bir şeylər almağa başladım, fərqli ləzzətlər sınamağa başladım və hiss etdim ki, artıq özümün damaq dadım inkişaf edir. Özüm üçün yemək rutinləri qura bilirəm. Səhər yeməyində müxtəlif reseptlər hazırlayıram. Vaxtda ki, axşam ürəyim nəsə istəyir, fərqli bir şeylər hazırlaya bilirəm. Yəni yemək bacarığından çox demək istədiyim damaq dadını kəşf etməkdir. Çünki artıq öz yeməyimə özüm qərar verirəm və nə istədiyimi, nəyə bəyəndiyimi anlaya bilirəm. Yəni bunun özü də gözəl bir şeydir ki, insan nə istədiyini, nəyi bəyəndiyini anlaya bilmək də azadlığın özü deməkdir. Eləcə də məsəl üçün mağazaya gedirsən, düzdür, mən bu barədə hələ çox da bir azadlıq qazanmamışam. Amma çox hallarda artıq bir çox şeyimi özüm alıram. Bəzən düzdür, paltar alanda hələ də anama mesaj yazıram ya da zəng edirəm ki, yaxşıdır yoxsa yox, sadəcə bir fikir almaq üçün. Amma artıq bəzi paltar seçimlərində heç nə soruşmuram. Kosmetik alış-verişlərdə artıq heç başından olsa heç nə soruşmurdum. Yəni belə xırda şeylərdə insanın özünü seçə bilməsi, öz seçim haqqının olması gözəl bir şeydir. Çünki hər şey, yəni bu azadlığı böyük bir şey olaraq görürük. Təbii ki, böyük bir şeydir, amma elə o böyük bir şey xırda seçim haqqlarının olmasından başlayır. Çünki sən seçim haqqlarının olduğunu gördükcə öz həyatında hər şeyini özün qərar verdiyin üçün bir başqasına bunu buraxmırsan, bir başqasına bu haqqı vermirsən ki, sənin yerinə qərar versin. Və düşünürəm ki, 20 yaşda bunu öyrənməliyik ki, özüm də hələ də öyrənirəm. Ümid edirəm ki, doğru yolda öyrənməyə çalışaram, doğru addımlarla irəliləyərəm. Belə yəni, bugün də bu barədə danışmaq istədim. Qısa bir video oldu məncə, amma podkast adında gözəl bir video çıxsın istədim ki, işə gedirsinizsə, dinləyə bilərsiniz, baxa bilərsiniz. Öz fikirlərinizi gözləyirəm. Sizin azadlıq deyəndə ağlınıza nə gəlir? Bundan gözləntiniz nədir? Və yaxud da ki, buna çatmaq üçün nələr edirsiniz? Görmək istəyərəm. Xüsusən mənə həqiqətən belə hekayələr zövq verir. Motivasiya verir özümə də. Bilirəm ki, videonu bəyəndiniz. Kanalıma abunə olub, videonu bəyənməyi və Instagram səhifəmdən də izləməyi unutmayın. Sağ olun, təşəkkürlər.